Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib. Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq. Özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi 4 il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq. Dövlət başçısı onu da bildirib ki, beləliklə bizim istehsalımızla bağlı özümüzü təmin etmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55% səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsalı olunur. Baxmayaraq ki, çox böyük təkan verilmişdi. Bir çox agroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, agroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdı. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təmin etmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 537 min ton, ithal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyi nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100% özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55% qəbul edilməz rəqəmdir və bu mütləq artmalıdır.